Qubadlı rayon İşıqlı kənddən orta məktəbində veteranlarla görüş keçirilib. Əvvəlcə cəbhə bölgəsində qəhrəmancasına həlak olan vətən oğullarının xatirəsi yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən məktəbin direktoru Avtandil Novruzov, dövlət başçısının Təhlükəsizlik Şurasının iclasındakı çıxışlarından irəli gələn vəzifələrdən danışıb. Natiq bildirib ki, aprel ayının əvvəlində Ermənistanın silahlı birləşmələri təmas xəttində növbəti təxribat törədərək hərbi hissələrimizin mövqelərini və yaşayış məntəqələrini atəşə tutublar. Son illər Ali Baş Komandanın rəhbərliyi altında formalaşan və günü-gündən öz döyüş qabiliyyətini artıran silahlı qüvvələrimiz düşmənin bu təxribatının qarşısını alıb, iki kəndin və bir neçə yüksəkliyin alınması isə ordumuzun böyük gücə malik olmasını bir daha sübut edib. Azərbaycan ordusu bir daha öz qüdrətini əyani nümayiş etdirib. Digər çıxış edənlər də bildirdilər ki, bu qələbə atəşkəs dövründən bugünədək ordumuzun ilk, ən böyük qələbəsi olub. Bu tarixi qələbə şübhəsiz ki, xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu qələbə, Ali Baş Komandanın orduya göstərdiyi qayğının əyani nəticəsidir. Xalq, prezident və ordu birliyi öz qüdrətini bir daha nümayiş etdirdi. Daha sonra tədbir, şagirdlərin vətənpərvərlik mövzusunda səsləndirdikləri şeirlərlə davam etdirildi. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünyaya. Şəmsdən Fikrətli, Firuz Adgözəlov, Dünya TV.